Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şöbə rəisi Ədliyyə Polkovnik Leytenantı Əli Rəhimov insan hüquqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən dövlət siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən və insan hüquqlarının təmin edilməsinin əhəmiyyətindən danışıb. Kəngərli rayon İcra Hakimiyyətinin sektor müdiri Rəşad Həsənzadə və digər çıxış edənlər bildiriblər ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, həyata keçirilən hüquqi islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və Ombudsman təsisatının fəaliyyəti insan hüquqlarının müdafiəsinə mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən bəhs olunub. Cəza çəkmə müəssisələrində məhkumların hüquqlarının təmin olunması, onların cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər barədə məlumat verilib. Tədbirdə həmçinin insan hüquqlarına həsr olunan video çarx nümayiş etdirilib. Xosrov İbrahimov, Təxminə Babayeva, Səxavət Məmmədov, NTV Xəbər.